Bakıda 21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi mövzusunda beynəlxalq seminara start verilib. 2 günlük seminarda dövlət qulluğuna seçim, informasiya texnologiyaları və süni intellektin təsiri mövzuları müzakirə edilir. Azərbaycanda dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir. İnsan kapitalından səmərəli istifadə, dövlət qulluqçularının potensialının artırılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz, peşəkar inkişafı, dövlət qulluğunda islahatların aparılması prosesi üçün aktual məsələlərdir. 21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi mövzusunda beynəlxalq seminarda bu məsələlər müzakirə edildi. Strategiyamız təsdiqlənmişdir və bu strategiya çərçivəsində, dövlət qulluğunun inkişafı strategiyası çərçivəsində biz kompetensiya modelinə keçmək nəzərdə tuturuq. Bizim mütəxəssislər və bizim ekspertlər buna hazır olmalıdır və biz cəmiyyətdə, vətəndaş cəmiyyəti ilə müəyyən dialoq qurub bu yeni addımı ata biləcəyik. Dövlət qulluğu ilə bağlı aktual mövzuların müzakirəsi gələcək islahatlara töhfə verəcək. Çıxışlarda vurğulandı ki, insan kapitalından səmərəli istifadə və keyfiyyətli ictimai xidmətlərin göstərilməsində insan resurslarının rolu olduqca əhəmiyyətlidir. Bugün qlobal miqyasda böhran müşahidə olunur. Covid pandemiyası və xüsusilə Ukraynadakı müharibə buna nümunədir. Əsas diqqət insanların təhlükəsizliyinə və qayğısına yönəldilir. Bugünkü tədbir yüksək səviyyədədir və bütün gözləntilərə cavab verir. İştirakçıların sahə üzrə bilik tələbatını ödəyir. Dövlət qulluğu üzrə Astana Xabı BMT-nin Dövlət qulluğu üzrə beynəlxalq komissiyası ilə tərəfdaşdır. Bizim əməkdaşlığımız mövcuddur. Platformamız vasitəsilə Azərbaycanla birgə üzv ölkələrə dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veririk. Seminarın növbəti günlərində dövlət qulluğunda seçim, informasiya texnologiyaları və süni intellektin seçimi, işə qəbul, karyera idarəçiliyi üzrə müasir təcrübələrə təsir mövzuları müzakirə ediləcək. Rüstəm Mikayılzadə, Elvin Qəhrəmanov, Samirə Mustafayeva, ASTV Xəbər.